Azərbaycanın ən yaşlı arvadı 136 yaşında vəfat edibdi. Az sonra nə baş verdiyini deyəcəm sizə. Öncə xahiş edirəm videonu bəyənin, paylaşın, səhifəmizə takib atın ki, məlumatlarımız hər kəsin qarşısına çıxsın. İndi deyəcəksiniz ki, bu arvad sözünü niyə işlətdin? Son dövrlər çox müzakirə olunur. Əslində arvad sözü pis bir söz deyil. Keçmişdə də xanımlarımıza müraciət forması olubdu. Keçək mətləbə. Azərbaycanın dediyim kimi ən yaşlı insanı 1890-cı il təvəllüdlü Tamam Əli qızı Əzizova vəfat edib. Lənkəran rayon sakinidir. O bir neçə gündür Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilmişdir. Reanimasiya şöbəsində müalicə alırdı. Qeyd edim ki, Tamam Əzizova erkən yaşlarda həyat yoldaşını itiribdir. Buna baxmayaraq heç vaxt ailə qurmayıbdır. Övladını böyüdüb, nəvə, nəticə, kötücə. Həqiqətən də çox uzun bir ömür yaşayıb, sağlam bir ömür yaşayıb Tamam nənə. Məkanı cənnət olsun. Bəyənin, paylaşın.